Home link tabının paraqraf qrupunda biz hansı əmrləri yerinə yetirə bilərik? Əgər bir mətn yazmışıqsa, həmən mətni soldan, sağdan, mərkəzdən və ya hər iki tərəfi dümdüz olmaq şərti ilə biz mətnimizi düzləndirə bilərik. Baxın, hal-hazırda mətn soldan yazılıbdır. Sol tərəfi dümdüzdür, sağ tərəfi girintili çıxıntılıdır. Paraqraf qrupundakı bax bu əmrə uyğundur. Mən əgər sağdan yazmaq istəyirəmsə, mətnimi sağ tərəfdə olmasını istəyirəmsə, ya Ctrl+R düyməsini vuracam, ya yaxud da ki, buradakı sağdan düzləndirmə əmrini yerinə yetirməliyəm. Mətnimizi Ctrl+A ilə seçirəm. Bütün mətni seçməkdir Ctrl+A bu arada. Seçdikdən sonra Ctrl+R klaviaturadan Ctrl+R düyməsini vurmaqla artıq sağdan düzləndirəcəyim. Mərkəzdən düzləndirmək üçün Ctrl+E düyməsini və yaxud da ki, buradakı mərkəz olan işarəni, yəni center işarəsini düyməsini sıxmalıyam. Əgər hər iki tərəfi dümdüz olunacaq şəkildə düzləndirmək istəyirəmsə isə Ctrl+J kombinasiyalarından istifadə etməliyəm. Baxın, bu şəkildə. Bu da paraqraf qrupundakı artıq Justify əmrinə uyğundur. Bu kombinasiyaları yadda saxlayın, çünki kitabxanaçılıq işi üzrə imtahanda əsasən qısa yollar düşəcək. Bütün mətnin seçilməsi qısa yolu ola bilər və yaxud da ki, sağdan, soldan, mərkəzdən hər iki tərəfi dümdüz şəkildə düzləndirmək hansı klaviatura qısa yollarıdır və s. bu kimi testlərdə suallar düşmə ehtimalı çoxdur. Kəsmədir, kopyalamadır və yaxud da ki, yapışdırmadır. Keçən dərsimizdə bunlar haqqında məlumat vermişdim. Gəlin paraqraf qrupunun digər əmrləri haqqında məlumat əldə edək. Əgər mən sətirlər arası məsafə yaratmaq istəyirəmsə, o zaman abzasımı seçməliyəm və ya mətnimi seçməliyəm ilk öncə və gəlməliyəm artıq burada sətirlər arası məsafəni yaradan əmrin üzərinə line and paragraph spacing adı ilə adlandırılıb. Bu yan tərəfindəki düyməni bir dəfə açıram. Baxın, burada müxtəlif rəqəmlər var ki, mən bunları seçməklə sətirlər arası məsafəni azaldıb, artıra və yaxud da ki, remove-la tamamilə ləğv eləyə bilərəm. Sonra abzasların qarşısına, yəni ön hissəsinə müxtəlif bulletlər, markerlərdən istifadə edərək fərqləndirə bilərəm. Baxın, bu şəkildə və yaxud da ki, nömrələyə bilərəm. Burada hansı nömrələrdən və yaxud da ki, hərf formasını nömrələmək istəyiriksə, bunlardan istifadə edə bilərəm. Yox, əgər mən çoxbəndli siyahı yaradacamsa əgər, yəni mənim sayılacaq müəyyən bir məlumatlarım varsa və onların alt siyahıları varsa, mən artıq çoxbəndli siyahıdan istifadə etməliyəm və bunun üçün ilk öncə gəlməliyəm, multi-level list deyilən əmri icra eləməliyəm. Burada istədiyim hər hansı bir kombinasiyanı seçə bilərəm, məsəl üçün bu formanı. Məsələn, buraya yazıram kitabxanaçılıq və enter düyməsini vururam. Mən artıq kitabxanaçılığın alt siyahısını yaratmaq istəyirəm. Yəni, kitabxanaçılığa aid olan fənlərin siyahısını yaratmaq istəyirəm. 1.1, 1.2, 1.3 və s. Mən isə enter düyməsini vurduğum anda avtomatik mənə 2 rəqəmini verdi. İndi 1-in alt siyahısını yaratmaq istəyirəmsə, mən burada bir vahid sağa çəkmə əməliyyatını həyata keçirməliyəm. Baxın, bir dəfə sağa çəkirəm. Bu işarə ilə 1-in artıq alt siyahısı 1.1 yaranır. Məsəl üçün, yazıram bibliografiya. Enter düyməsini vuran kimi avtomatik yenə 1.2, yenə 1-in alt siyahısı yaranacaq. Məsəl üçün, yazıram kitabxanaşünaslıq. Yenə 1.3, məsəl üçün, kitab tarixi yazacaq. Və enter düyməsini vurdum. İndi isə 2 yaratmaq istəyirəmsə, bir vahid sola çəkəcəyim. Artıq 2 yaranacaq. Məsəl üçün, buna da yazıram informatika. Və bu şəkildə informatikanın alt siyahılarını yaratmaq istəyirəmsə, artıq yenə bir vahid sağa çəkəcəyim və artıq 2-nin alt siyahısı yaranacaq və s. Yəni, bunlarla da mən çoxbəndli siyahı yarada bilərəm və yaxud da ki, nömrələməni və yaxud da ki, bullet, yəni markerləri yarada bilərəm. Bunlar haqqında məlumatımız oldu. Mətni sola çəkmək və yaxud da ki, sağa çəkmək. Mən əgər abzası rənglənmək istəyirəmsə, abzasını seçirəm.
Və gəlirəm buradan yanındakı düyməni açaraq istədiyim rəngi seçdiyim zaman artıq abzas rənglənəcək. Hansı rəngi istəyirəmsə onu seçirəm və abzas rənglənəcək. Abzasın rəngini ləğv eləmək istəsəm isə yenə buradakı düyməni açıb buradan no color əmrini icra etməliyəm. Bu isə borders əmri isə çərçivə yaradır. Sözün, cümlənin və yaxud da ki müəyyən bir abzasın çərçivəyə alınmasıdır. Məsəl üçün, gəlin birinci abzası biz çərçivəyə alaq. Baxın, burada müxtəlif çərçivə formaları var. Aşağı hissədən çərçivəyə almaq var. Yuxarıdan, soldan, sağdan və yaxud da ki bütün çərçivəyə abzası çərçivəyə almaq və s. Bu kimi əmrlərdən istifadə edirik. Məsəl üçün, əgər mən 3 abzası seçmişəmsə, gələrəm burada artıq hər birini ayrı-ayrı şəkildə çərçivəyə almaq göstərəcək və yaxud da ki, sadəcə çöl tərəfdən, yəni xaricdən çərçivəyə almaq və yaxud da ki, daxildən sadəcə içi çərçivəyə alınması və s. bu əməliyyatlar yerinə yetirilir. Və yaxud da ki, burada sort əmri var paraqraf qrupunda. Sort əmri nə deməkdir? Sort əmri yazılan yazıları əlifba siyahısına görə düzməkdir. Məsəl üçün, ola bilər ki, biz şagirdlərin ad və soyadlarını yazmışıq, lakin bunları əlifba sırasına görə düzməmişik. Bir də onları təzədən sil, yenidən əlifba sırasına görə yaz. Bizim vaxtımız və zamanımız gedəcək. Onun üçün rahat formada biz home tabının paraqraf qrupundakı sort əmrindən istifadə edə bilərik. Belə ki, ilk növbədə biz yazdığımız yazını seçəcəyik. Daha sonra sort əmrini bir dəfə sıxaraq buradakı accending əmrini seçib ok düyməsini vurmalıyıq. Buradakı accending A-dan Z-yə sıralayır, descending isə Z-dən A-ya, yəni əksinə aşağıdan yuxarı olmaq şərti ilə sıralayacaq. Biz isə indi A-dan Z-yə olmaqla sıralamanı yerinə yetirəcəyik. Baxın, seçdiyim yazıya baxın, birinci V hərfi ilə başlayıb, sonra T, sonrası TH hərfi ilə. Ok düyməni vurduğum zaman artıq sıralama əlifba sırasına uyğun yazılacaq. Sonra style hissəsində biz başlıqlar seçə bilərik. Gəldik editing qrupuna. Ən əsas məsələlərdən biri. Əgər biz mətndə nəyisə axtarmaq istəyiriksə, ya Ctrl F düyməsini qısa yolları mütləq şəkildə yadda saxlayın və yaxud da ki, burada find əmrini icra eləməliyik. Tutaq ki, find əmrini açıb, məsəl üçün, burada yazıram mən to, yəni to-nu tapmaq istəyirəm. Artıq mən burada həm başlıq varsa başlığı görəcəyim. Burada to hansı səhifədirsə həmən səhifələri görəcəyim. Burada isə artıq nəticələri görəcəyim. Hansının üstünə toxunuramsa, mənə həmən to ilə bağlı olan yerləri bir-bir göstərir. Yəni, harası isə də to sözü varsa. Replace nə deməkdir? Replace isə əvəz eləmək deməkdir. Yəni, bir sözü, cümləni başqa bir söz və cümlə ilə əvəz eləmək istəyiriksə, onda biz artıq replace əmrindən istifadə etməliyik. Ctrl H, qısa yolu da Ctrl H-dır. Məsələn, baxın, Ctrl H-ı vurduğum zaman mənə artıq replace pəncərəsi açılacaq. Məsələn, mən istəyirəm ki, buradakı when sözünü and ilə əvəz eləyim. When sözünü seçirəm, gəlirəm replace əmrinə bir dəfə klikləyirəm. Baxın, when artıq mənim dəyişdiriləcək sözümdür. Burada isə hansı sözlə dəyişdirəcəm, həmən sözü yazmalıyam, yazıram and. Burada var bir replace all, bir var replace. Əgər mən replace all sözünü klikləsəm, mətndə nə qədər when sözü varsa, and sözünə əvəz olunacaq. Yox, sadəcə replace düyməsini bir dəfə klikləsəm, sadəcə seçdiyim, yəni bu when sözü dəyişib and sözü ilə əvəz olunacaq. Gəlin sadəcə replace eləyim və close. Baxın, sadəcə buradakı when dəyişərək and olur. Digər whenlər isə yerində qaldı. Məsəl üçün, burada when var idi, dəyişmədi, yerində qaldı. Burada when var idi, dəyişmədi, yerində qaldı və s. Bir də var home link tabının editing qrupunda select əmri. Select əmri isə bütün mətni seçməkdir. Mən bayaq Ctrl A ilə bütün mətni seçdim. Yəni, qısa yolu Ctrl A-dır. Əmri isə home tabındakı select əmridir. Gələrəm select all deyirəm və bütün mətni seçərəm. Home link tabı bu qədər.